Kanala xoş gəlmisiniz, əziz izləyicilər. Bugün qırmızı çuğundurun faydaları və istifadəsi ilə bağlı danışacağıq. Kanala hələ də abunə olmamısınızsa abunə olun və videolar barədə vaxtında xəbər tutmaq üçün bildirişləri açın. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Qırmızı çuğundur qan azlığı ilə mübarizədə təbii vasitə kimi tanınır, çünki tərkibində yüksək miqdarda dəmir və fol turşusu var. Bu səbəbdən anemiyadan əziyyət çəkənlər üçün ideal qidadır. Antioksidantlarla zəngin olan çuğundur hüceyrələrin yaşlanmasının qarşısını alaraq bədəni gənc və enerjili saxlayır. Eyni zamanda orqanizmi zərərli sərbəst radikallardan qoruyur. Çuğundurun tərkibindəki betain maddəsi qaraciyəri təmizləyərək onun funksiyasını gücləndirir. Bu da detoks prosesi üçün onu vazkeçilməz edir. Yüksək təzyiqdən əziyyət çəkənlər üçün çuğundur təbii dərmandır, çünki damarları genişləndirərək qan axınını yaxşılaşdırır. Gündəlik çuğundur şirəsi içmək təzyiqin normallaşmasına kömək edir. İdmanla məşğul olanlar üçün çuğundur enerjini artırır və fiziki dözümlülüyü yüksəldir. Bu səbəbdən məşqdən əvvəl çuğundur şirəsi içmək tövsiyə olunur. Bağırsaqların işləməsini tənzimləyən liflərlə zəngin olan çuğundur qəbizliyin qarşısını alır. Bu, xüsusilə oturaq həyat tərzi keçirənlər üçün önəmlidir. Qırmızı çuğundur görmə qabiliyyətini dəstəkləyən A vitamini ilə zəngindir. Bu vitamin gözün tor qişasının sağlamlığı üçün vacibdir. Dərinin parlaq və sağlam görünməsi üçün çuğundur qan dövranını artıraraq dəriyə daha çox oksigen çatdırır. Bu da sızanaq və ləkələrin azalmasına səbəb olur. Çuğundur xolesterini salmaqda təsirlidir, çünki tərkibindəki fitokimyəvi maddələr yağ metabolizmini sürətləndirir. Beləliklə, ürək-damar sağlamlığını qoruyur. Çuğundur bədəndəki pH balansını tənzimləyərək turşuluğun azalmasına kömək edir. Bu, xüsusilə mədə turşusu problemi yaşayanlar üçün faydalıdır. Onun suyu saç köklərini qidalandıraraq saç tökülməsinin qarşısını alır. Saçların daha parlaq və sağlam görünməsinə dəstək olur. Qırmızı çuğundur immun sistemini gücləndirən C vitamini ilə zəngindir. Bu da xəstəliklərə qarşı müqaviməti artırır. Çuğundurun tərkibindəki nitratlar beyin fəaliyyətini gücləndirir və yaddaşı yaxşılaşdırır. Bu, xüsusilə yaşlı insanlar üçün önəmlidir. Hamilə qadınlar üçün fol turşusu mənbəyi olan çuğundur dölün sağlam inkişafına töhfə verir. Əlavə olaraq enerji ehtiyacını da qarşılayır. Çuğundur orqanizmdəki toksinləri sidik vasitəsilə atılmasına kömək edir. Bu da böyrəklərin sağlamlığını qoruyur. İltihab əleyhinə təsiri olan çuğundur oynaq ağrılarını azaltmaqda istifadə olunur. Xüsusilə artritdən əziyyət çəkənlər üçün faydalıdır. Qırmızı çuğundur stres hormonlarını tarazlayaraq sakitləşdirici təsir göstərir. Sinir sistemini gücləndirir və ruh halını yaxşılaşdırır. O, qan şəkərini sabitləşdirərək şəkər xəstələri üçün təhlükəsiz bir qidadır. Əsas odur ki, təbii şəkildə və nəzarətli miqdarda qəbul edilsin. Təbii antibiotik kimi işləyən çuğundur ağız və boğaz infeksiyalarında təsirli olur.
Hətta bəzi insanlar çuğundur suyu ilə qarqara edərək boğaz ağrısını azaldırlar. Sümük sağlamlığı üçün vacib olan maqnezium və kalsiumla zəngin olan çuğundur osteoporozun qarşısını almağa yardım edir. Bu xüsusilə menopoz dövründə vacibdir. İştaha artırıcı təsirə malik olan çuğundur uşaqlar və iştahsız insanlar üçün faydalıdır. O, eyni zamanda mədənin fəaliyyətini dəstəkləyir. Qırmızı çuğundur mədə-altı vəzi üzərində müsbət təsirə malikdir və ferment istehsalını tənzimləyir. Bu da qida həzmini asanlaşdırır. Arıqlamaq istəyənlər üçün çuğundur az kalorili, lakin qidalandırıcı bir tərəvəzdir. Bu onu pəhriz rasionlarında vacib edir. Onun şirəsi qanın təmizlənməsinə və bədənin yenilənməsinə səbəb olur. Bu da enerji və həyat keyfiyyətini artırır. Qırmızı çuğundurla hazırlanan smuzi və kokteyllər həm dadlı, həm də orqanizm üçün çox faydalıdır. Xüsusilə səhərlər içildikdə günə enerjili başlamağa kömək edir. Qırmızı çuğundur orqanizmdə hüceyrələrin oksigenlə təminatını artırır. Bu da fiziki və zehni fəaliyyətin daha səmərəli olmasına imkan verir. Xüsusilə yorğunluq və halsızlıq hiss edənlər üçün faydalı seçimdir. Çuğundur suyunun gündəlik qəbulu bağırsaqlardakı faydalı bakteriyaların fəaliyyətini stimullaşdırır. Bu, immunitetin güclənməsinə və həzm sisteminin sağlam qalmasına şərait yaradır. Tərkibindəki lutein və zeaksantin sayəsində çuğundur göz qapağı və torlu qişə sağlamlığını qoruyur. Bu maddələr görmə zəifliyi və katarakta riskini azaldır. Qırmızı çuğundur idmandan sonra əzələ ağrılarını yüngülləşdirməyə kömək edir. Əzələ bərpasını sürətləndirməklə məşqlərin təsirini artırır. Çuğundurdan hazırlanmış maskalar dəridəki pigment ləkələrinin və ton fərqlərinin azalmasına yardım edir. Bunun üçün təzə sıxılmış şirə ilə üzə kompres edilir. Qırmızı çuğundur bədənin iltihabi reaksiyalarına qarşı müdafiə qabiliyyətini artıraraq xroniki xəstəliklərin qarşısını almağa kömək edir. Bu xüsusilə şəkərli diabet, hərçəng və damar xəstəlikləri üçün əhəmiyyətlidir. Gecə çuğundur şirəsi içmək sinir sistemini sakitləşdirərək daha rahat və dərin yuxuya səbəb olur. Bu da bədənin daha yaxşı istirahət etməsinə və günə enerjili oyanmağa imkan verir. Qırmızı çuğundur qaraciyərdə yağ yığılmasının qarşısını alır. Bu xüsusilə piylənməyə meyilli şəxslər üçün vacibdir. Diş əti qanamalarında çuğundur suyu ilə qarqara etmək iltihabın azalmasına kömək edir. Onun antiseptik xüsusiyyətləri ağız boşluğunu təmiz saxlayır. Çuğundur şirəsi dəridə kollagen istehsalını stimullaşdırır. Bu, dərinin elastikliyini artıraraq qırışların qarşısını alır. Qırmızı çuğundur bədəndəki stres hormonlarının səviyyəsini azaldaraq əhvalı yüksəldir. Bu, xüsusilə depressiyaya meyilli insanlar üçün faydalıdır. Uşaqlarda sümük inkişafı üçün vacib olan fosforla zəngin çuğundur böyümə dövründə qidalanmada mühüm rol oynayır. Həm də dişlərin möhkəmlənməsinə kömək edir. Qırmızı çuğundur orqanizmdə su-duz balansını qorumağa kömək edir. Bu xüsusilə isti havalarda su itkisinin qarşısını alır. Onun tərkibindəki polifenollar hüceyrələrin zədələnməsinin qarşısını alaraq erkən yaşlanmanı yavaşladır.
Bədəni daxildən qorumaq üçün əla seçimdir. Çuğundur salat və şorbalara əlavə edildikdə həm dad, həm də qida dəyərini artırır. Xüsusilə qatıqla birlikdə istifadə edildikdə həzm sisteminə müsbət təsir göstərir. Qırmızı çuğundur bədənin insulinə həssaslığını artırır. Bu xüsusilə insulin müqaviməti olanlar üçün faydalı hesab olunur. Tərkibindəki manqan maddəsi maddələr mübadiləsini sürətləndirir. Bu da artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətlidir. Çuğundur orqanizmdə qanın laxtalanmasını tənzimləyərək damar tıxanmasının qarşısını alır. Bu səbəbdən infarkt və insult riskini azaldır. Onun suyu ilə ayaq vanna qəbul etmək yorğunluğu azaldır və bədənə sakitləşdirici təsir göstərir. Xüsusilə iş gününün sonunda rahatlıq verir. Qırmızı çuğundur orqanizmin qələvi səviyyəsini artıraraq xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Bu, təbii müdafiə sisteminin güclənməsinə səbəb olur. Yeməklərdə bişmiş şəkildə istifadə edildikdə dadını qoruyur və daha asan həzm olunur. Xüsusilə plov və turş yeməklərdə fərqli bir ləzzət qatır. Turşu halında konservləşdirilmiş çuğundur uzun müddət saxlanıla bilər. Bu, qış aylarında vitamin ehtiyacını ödəmək üçün əla üsuldur. Qırmızı çuğundurdan hazırlanmış sərinləşdirici içkilər yayda bədəni nəmləndirir və susuzluğun qarşısını alır. Limon və nanə ilə birgə qarışdırıldıqda tamamilə təbii enerji içkisinə çevrilir. Çuğunduru püre halına gətirib körpələr üçün faydalı və qidalı yemək hazırlamaq mümkündür. Bu, onların dəmir və vitamin ehtiyaclarını qarşılayır. Qırmızı çuğundur həm sağlam, həm də dekorativ baxımdan süfrələrə rəng qatır. Təbii boyayıcı kimi də tort və şirniyyatlarda istifadə olunur. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.